Deməli belə müəllimlər, 22:10-da dərsimizi başlayacağıq, amma belə edək də, kimin nəsə sualı varsa buyursun ünvanlasın, istər dərslə bağlı olsun və yaxud da dərsdən kənar suallar olsun. Dərsə başlamamışdan əvvəl onları cavablandıraq. Əgər varsa buyurun suallarınızı ünvanlayın. Dərsin sonunda da mən sual-cavab yeri edəcəm. Kim istəsə dərslə bağlı və yaxud dərsdən kənar ağlına gəlsə sual ünvanlaya bilər. Deməli belə. İlk öncə özümü təqdim edim müəllimlər. Mən Fidan Dünya Aznam Akademiya tərkibində məktəbəqədər müəllimləri həm ödənişli, həm də ödənişsiz şəkildə, təlimlər keçirəm. Hal-hazırda ödənişsiz dərslərimizdən birindəyik. Bu gün çox önəmli, nəzəriyyələrimizdən olan 2 nəzəriyyəmizi, daha doğrusu yanaşmamızdan biz bəhs edəcəyik. Valdorf pedaqoji yanaşmasını və Friedrix Frebelin, pedaqoji yanaşmasından biz bu gün bəhs edəcəyik. Təkrar edirəm, kimin nəsə sualı varsa buyursun ünvanlasın. Əgər yoxdursa dərsimizə keçid edək. Mhm. Ekranımı görürsüz müəllimlər? Bəli, müəllimə. Bəli, gördüm. Lap yaxşı, təşəkkür edirəm. Artıq 22:14 dərsimizə başlayacağıq inşallah. Bugün ilk keçəcəyim mövzu Valdorf pedaqoji yanaşmasıdır müəllimlər. İnşallah bundan sonra keçəcəyim Friedrix Frebelin nəzəriyyəsi olacaq. Yəni bu gün 2 dənə nəzəriyyəmizdən biz bəhs edəcəyik. Sizin öz səs çoxluğunuzdan seçdiyiniz nəzəriyyədir bu. Deməli, Valdorf pedaqoji yanaşmasında bəhs edirəm. İndi açar sözlərlə mən slaytda tərtib etmişəm. Ona baxacağıq. Valdorf kimdir? Qısa bir məlumat, bəhs edək. Üzr istəyirəm, mən səhv etmirəmsə. Aha, düz slaydı açmışam. Valdorf, üzr istəyirəm, yəni Valdorf pedaqoji yanaşması nədir? Bundan bəhs etmək istəyirəm. Qısa məlumat demək lazım gələrsə, bu yanaşma 1919-cu ildə Rudolf Steiner tərəfindən Almaniyada yaradılıb. Yəni bu bir növdə bəzən elə hallarda olur ki, müəllimlər, nəzəriyyələr nəzəriyyəçilərin adı ilə belə deyək bağdaşdırılır, amma burada belə bir şey yoxdur. Burada Rudolf Steiner tərəfindən yaradılmış Valdorf nəzəriyyəsindən biz bəhs edəcəyik. Harda yaranıb? 1919-cu ildə, təkrar edirəm, Almaniyada yaranıb. Buna səbəb fabrik işçilərinin uşaqları üçün məktəb yaratmaq təşəbbüsü olub. Steiner uşaqların mənəviyyatını inkişaf etdirməyin vacibliyinə inanırdı. Yəni bu nəzəriyyənin əsas amillərindən biri mənəviyyata çox önəm verməyi idi. O Russonun da fikirlərindən ilhamlanaraq iddia edirdi ki, uşaqlar təbii, qayğıkeş və rahat mühitdə böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər. Təkrar edirəm, uşaqlar təbii, qayğıkeş bir mühitdə, böyüklərin müdaxiləsi olmadan böyüməlidirlər. Pedaqoji yanaşmanın əsasında belə bir fikir dayanırdı ki, insanlara onları əhatə edən təbii aləmi kəşf etmə imkanı verilsə, onlar təbii yolla da inkişaf edəcəklər. Aşağı qaydaq. Təkrar edirəm, uşaqlar təbii, qayğıkeş və rahat mühitdə böyüklərin xaricdən müdaxiləsi olmadan böyüməlidirlər. Bunu nəyə görə təkrar olaraq deyirəm müəllimlər? Çünki əsas ideologiyanı bilmək bir növ nəzəriyyənin özünü bilmək kimi bir şeydir. Steinerin əsas məqsədi texnologiyanın insana verdiyi pis təsirlərin mədəniyyətə yarada biləcəyi problemlərə köklənmək idi. O təhsildə elə yeniliklər yaratmaq istəyirdi ki, müəllimlər çətinliklərin öhdəsindən gələ biləcəyi uşaqlar yetişsin. Bunu necə belə deyək, ifadə edə bilərik? Harda bilsəniz ki, görsəniz ki, texnologiyadan uzaq, texnologiyanı qadağan edən bir nəzəriyyə var, bilin ki, Valdorf nəzəriyyəsindən bəhs edir. Bəs nəyə görə? Burada da dediyim kimi, nəyə görə texnologiyanın mənfi xüsusiyyətlərindən bəhs edir? Çünki texnologiya deyən zaman indi hal-hazırda öz cəmiyyətimizdən də bəhs edə bilərik. Görürük ki, bu tipli uşaqlar, müəllimlər, daha tezə qaçan, daha asanda qaçan uşaqlar olur. Amma o istəyirdi ki, təbii mühitdə böyüklərin müdaxiləsi olmadan özləri öz başlarına, belə deyək, çətinliklərin öhdəsindən gələ bilsinlər. Bunun məhz bu nəzəriyyənin, pedaqoji yanaşmanın ideologiyası məhz bundan ibarət idi. Nəzəriyyənin əsaslarından bəhs etmək istəyirəm. Pedaqoji yanaşmanın əsası öyrətmə və öyrənmənin humanist ideyalarla təşkil idi. Deməli müəllimlər, bu nəzəriyyənin bir dənə də açar söz ondan ibarətdir ki, humanist ideyalarla təşkili. Harda humanist sözünü görsəz, bilin ki, burada Valdorf nəzəriyyəsindən bəhs olunur.
Steiner bu fikirlə razı idi ki, uşaqlar böyüklərinin dünyasından kənarda öz təbiətlərinə uyğun böyüməlidirlər. Valdorf pedaqogikasında əsas amillərdən biri də müəllimlər elə məhz söz azadlığıdır. Təkrar edirəm. Baxın, bayaq dediyim ki, humanist ideyalar sözü bu nəzəriyyənin açar sözüdür. Eyni qaydada əsas amil söz azadlığı. Yəni harda da yenə də deyirəm, söz azadlığından görsəz, cümlə içərisində söz azadlığı, humanist ideyalar, texnologiyadan kənar nəzəriyyə bu sözlərdən istifadə edilmiş görsəz, bilin ki, Valdorf nəzəriyyəsindən bəhs edir. Pedaqoji yanaşma uşaqların hərtərəfli inkişafına, insan ruhuna, azadlıq verməyə xidmət etməlidir. Bu yanaşma həmçinin də belə deyək, uşaqların emosiya və hisslərinin inkişafına da nəzərdə tuturdu. Steiner konstruktiv pedaqogikada təbliğ olunan fikirlərlə deyil də, hərtərəfli mənəvi inkişafa əsaslanan humanist ideyalarla daha çox həmfikir idi. Yenə də deyirəm, humanist ideyalar deyəndə belə deyək də, ümumiyyətlə gender bərabərliyindən bəhs edə bilərik biz burada. İndi birazdan daha dəqiqliklərlə keçid edəcəyik, daha çox içinə daxil olacağıq. Valdorf pedaqoji yanaşmasının ən yaxşı izah edən xarakteristikası daim inkişaf edən insan obrazıdır. Yadınızda qalsın. O həmçinin də müəllimlər bütün uşaqların gözəllikləri sevməsi və incəsənətlə bağlı olması üçün də çalışırdı. Digər pedaqoji yanaşmalarda olduğu kimi burada da önəmli olan hər bir uşağın özünə məxsus ehtiyaclarına köklənməyidir. Uşaqlar, birazdan indi bu cümlədən də biz bəhs etmək istəyirəm. Uşaq inkişafının 7 yaşa qədər xüsusi dövr deyilir. Baxın, bu nəzəriyyənin ən əsas açar sözlərindən biri də ki, 7 yaşa qədər xüsusi dövr adlanırdı. Nə demək istədiyimi indi daha izahlı formasında sizə bəhs edəcəm. Müəllimin rolu nədən ibarət idi? Burada da qeyd olunub. Müəllimin rolu gördüyünüz kimi birgəlik və bərabərlik hissini formalaşdıran, müdaxilə edən mənəvi bələdçi rolunda idi. Təkrar edirəm. Müəllim Reco və Montessori pedaqoji yanaşmalarına da nisbətən burada daha çox uşaqlarla birgəlik və bərabərlik hissini formalaşdıran, müdaxilə edən mənəvi bələdçi rolundadır. Burada mənəvi bələdçi sözü də elə məhz bu nəzəriyyənin müəllimlər açar sözüdür. Yəni digər nəzəriyyələrdə siz mənəvi bələdçi sözünü görə bilmərsiniz. Bu nəzəriyyəyə xas olan bir xüsusiyyətdir. Daha sonra nə demək istəyirik? Bununla da yanaşı müəllimlər uşaqların bir-birinin və ətraf mühitin qayğısına qalmaq həvəsləndirməkdə əsas şərtlərdən biri hesab olunurdu. Baxın bu nəzəriyyəyə görə. Valdorf pedaqoji yanaşması müəllim həmişə uşaqların yaxşılıqdır, həqiqətdir, gözəlliyidir. Baxın bu kimi müsbət amilləri öyrənməsinə və daim onların inkişafının işlənməsinə bələdçilik edirdi, əzizlərim. Uşaqların davranışı ilə bağlı problemlərlə üzləşdikləri zaman da fəaliyyət növü əlbəttə ki, dəyişilirdi. Ya yeni hekayə danışılırdı, ya da onların incəsənət növünə nümunələr göstərirdi. Xüsusilə də burada diqqətinizi çatdırmaq istəyirəm ki, nağıl və hekayə danışmaq bu sistemin əsas hissələrindən biri idi. Çünki nağıllara, hekayələrə, müəllim ətrafına uşaqları toplayaraq danışması bu sistemin əsas hissələrindən biri olurdu. İndi ətraf və mühitin rolundan mən bəhs etmək istəyirəm. Həqiqətən də çox önəmli bir yerə malikdir ətraf mühitin rolu burada. Ətraf mühitin rolu ondan ibarətdir ki, baxın, bayaq dedik ki, texnologiyadan uzaq elədik. Əgər uşaq texnologiyadan uzaqlaşırsa, bir növ təbiətə yaxınlaşacaq. Burada da təbiət obyekt olaraq əsas götürülürdü. Necə? Mühit təbii komponentlərdən təşkil edilməli idi və qayğı ilə əhatə olunmalıdır. Nə deməkdir bu? Təbii komponentlərdən təşkil edilməlidir deyəndə oyuncaqlar və vasitələr daha çox əl ilə düzəldilirdi. Material olaraq da taxtaya üstünlük verirdi. Kənarda gördüyünüz bu şəkil var ha müəllimlər. Biraz da siz üçün yaxınlaşdırım. Deməli bu şəkil sırf Valdorf pedaqoji yanaşmasına xas olan bir şəkildir. Yəni bu o nəzəriyyənin içərisindən götürülmüş bir şəkildir. Gördüyünüz kimi burada uşaqlar taxtadan və yaxud da təbii materiallardan, palçıqdan, gildən oyuncaqlar düzəldirlər özləri üçün. Sırf yəni buna köklənirdi. Təbiəti tərənnüm etmək üçün təbiətdə olan müxtəlif rənglərdən də istifadə edilirdi. Yaşıldır, qırmızıdır, yəni təbii rənglərdən söhbət gedir burada. Yanaşmanın təcrübədə tətbiqindən mən bəhs etmək istəyirəm müəllimlər. Yanaşmanın təcrübədə tətbiqi ondan ibarət edir ki, baxın, burada bayaq da dediyim kimi 7 yaş xüsusi bir dövr adlanırdı. İndi burada mən açılımı verəcəm siz üçün. Erkən yaşlı uşaqların öyrənmə prosesində ilk dəfə müəllimlərini təqlid etməklə başlayırdılar. Əslində bu
Təqlid etmək anlayışı bir çox nəzəriyyəçilərin, dediyi bir sözdür. Çünki uşaq hər zaman ilk gördüyü müəllim olsun, ana olsun, ata olsun, onu yamsılayaraq nələrsə öyrənir. Məsələ bu nəzəriyyənin də əsasında ilk yaşlarda, ilk dövrlərdə uşaq müəllimini yamsılayaraq öyrənir nəyisə. Məktəbəqədər təhsil müəssisələrində də əsas, fikir tətbiq edərək öyrənmək idi. Kiçik yaşlı uşaqlar hekayələr olsun, bayaq da dediyim kimi mahnılar olsun, keyfiyyətli materiallarla iş, düzgün davranış formaları vasitəsilə fiziki və nitqi inkişaf etdirirdi. Nahaq düşüncələr idi, təxəyyülün gələcək inkişafının əsasına yiyələnirdilər. Bu pedaqoji yanaşmaya əsasən müəllimlər 7 yaşa qədər dediyimiz kimi bayaq da xüsusi dövr adlanırdı, elə deyil. Uşaqlara heç bir oxuma, yazma, riyazi bacarıqlar öyrədilmirdi. Baxın, bu da çox önəmli bir açar sözdür. 7 yaş anlayışı, 7 yaşa qədər uşaqlara heç bir oxuma, yazma, riyazi bacarıqlar öyrədilməmə anlayışı yalnız Valdorf nəzəriyyəsi keçirdi. Səsləri bağlayaq müəllimlər, xahiş edirəm. Bəli. Nəyə görə? Çünki istəyirdilər ki, uşaqlar, belə deyək, bunun əvəzinə onlara oynamaq üçün vaxt verilirdi. Baxın, bu yaşa qədər kəşf etmək üçün daha çox zaman verilirdi. Çünki onlar deyirdilər ki, yəni bu nəzəriyyəni tərənnüm edən müəllimlər deyirdilər ki, uşaq, onsuz da öyrənəcək, oxumağı da öyrənəcək, yazmağı da öyrənəcək, riyazi bacarıqları da məcbur olacaq öyrənəcək, ona həyat öyrədəcək. Amma biz 7 yaşa qədər uşağa çalışaq ki, oyun oynasınlar, istər təbii materiallarla özləri düzəltsinlər, kollektiv çox formada, birgə bir formada oyunlar qursunlar. Yəni bunları aşlayırdılar. 7 yaşdan sonra artıq uşaqda riyazi bacarıqlar olsun, oxuma, yazma bacarıqları olsun artıq öyrədilə bilərdi. Uşaqlar böyük yaşlarda öyrənmək üçün zəruri olan enerjini və ya oynamaq həvəsini erkən yaşlardan itirməməli idilər. Yəni bunlar bunu savunurdular. Waldorf metodunda öyrənmə prosesi ardıcıl həyata keçirilirdi. Burada da bundan danışmaq istəyirəm. Aha, öyrənmə prosesi dediyimiz kimi ardıcıl həyata keçirilirdi. Əvvəlcə tanışlıq, sonra tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışlar əldə edilirdi. Sadalanan 3 addım isə həqiqi öyrənmə prosesi adlanırdı. Deməli, müəllimlər, bu nəzəriyyədə bir həqiqi öyrənmə prosesi var. Aydındır? Nə deyirdi? Əvvəlcə tanışlıq, tanışlıqdan təcrübə, təcrübədən isə müxtəlif anlayışlar əldə edilirdi. Sadalanan 3 addım isə həqiqi öyrənmə prosesinin əsasını təşkil edirdi. Oyunlardan mən bəhs etmək istəyirəm müəllimlər. Oyunlar, nəzəriyyədən necə, belə deyək, tərənnüm olunurdu, bundan bəhs edək. Oyunlar isə həm əyləncə, həm də fiziki aktivlik xarakteri daşıyırdı. Metod müəllimlərin hekayələri və uşaqların qiymətləndirilməsi ilə öyrənmə imkanları genişləndirirdi. Valdorf pedaqoji yanaşmasının tərəfdarları, yəni bunu belə deyək, tərənnüm edən müəllimlər müasir texnologiyaların uşaqların inkişaf imkanlarını və yaradıcılıq qabiliyyətlərini məhdudlaşdıracaqlarını düşündükləri üçün otaqda heç bir texnoloji avadanlıqdan istifadə edilmirdilər. Keçən dərslərdə belə bir sual ünvanlamışdı ki, müəllimlər, müəllimə, o dövrdə 1919-cu ildən biz bəhs edirik də. 100 ildən artıq vaxt keçib o vaxtın üzərində. Necə bir texnologiya ola bilərdi o dövrdə? Ağlınıza belə bir sual gələ bilər. Bəli, o dövrün də özünə məxsus xüsusi texnologiyaları ola bilərdi. Televizor, yeni-yeni çıxırdı o dönəmlərdə, radio yeni-yeni çıxırdı. Yəni belə deyək müəllimlər, üzr istəyirəm, televizor daha deyil də, radio daha çox yayılırdı o dönəmdə. Və əmin ola bilərsiniz ki, o dönəmin də özünə məxsus texnologiyası var idi və istəyirdilər ki, bu texnologiyanın mənfi xüsusiyyətlərindən, təkrar edirəm, uzaq uşaqlar böyütsünlər, uşaqlar yetişdirsinlər. Dediyimiz kimi texnologiyanın mənfi xüsusiyyətlərindən də bəhs etdik. Bunu da qeyd etmək istəyirəm ki, müəllimlər, burada bir açar söz də var. Yenə bir açar sözdən mən bəhs etmək istəyirəm. Təhsil bir incəsənətdir anlayışı, düşüncəsi yalnız bu nəzəriyyənin içərisində keçir. Xüsusi rolu olan hekayələrin dinlənilməsində burada nələrdən biz bəhs edə bilərik? Xüsusi rolu olan hekayələr deyəndə xalq folklorundan biz bəhs edə bilərik, elə deyil? Başlıca olaraq bacarıqlar vasitəsilə hekayələr haqqında fikirlərini və ya bədii danışırlar ya da əyləncəli tamaşa quraraq ifadə edirlər. Yəni süjetli rollu oyunlardan da istifadə edə bilərlər. İş formaları o idi ki, iş formalarından da bəhs etmək istəyirəm. Qruplarda eyni yaşlı uşaqlar iştirak edirdilər. Dövrümüzdə bu nəzəriyyənin tətbiqində Böyük Britaniyada daha çox formalaşır.
Belə deyək müəllimlər, Valdorf məktəbləri həmişə birgə təhsil, tam əhatəli ilə təbliğ edilirdi. Yəni yenə də deyirəm, kollektivçilik, birgəlik, qrup formasında iş, kommunikativ əlaqələr hər zaman əsas götürülürdü. Buraya inanc və mənşəyi müxtəlif olan, diqqətlə qulaq asın, inanc və mənşəyi müxtəlif olan 3 yaşından 18 yaşına qədər hər cür qabiliyyətli uşaq qəbul edilirdi. Yəni ki, müəllimlər, belə deyim, inanc və mənşəyi müxtəlif olan deyəndə nəyi nəzərdə tuturuq? Bu o deməkdir ki, yəni, həm qaradərili də ola bilər, xristian da ola bilər, müsəlman da olar, fərqi yoxdur. Bu məktəblərə inanc və mənşəyi müxtəlif olan, əsas odur, 3 yaşından 18 yaşına qədər, gənc dövrünə qədər uşaqlar qəbul edilirdi. Ailələr və müəllimlər üçün festivallar, teatr tamaşaları təşkil olunurdu bu məktəblərdə. Məktəb yarmarkaları vasitəsilə icma tədbirlərindən zövq almaq üçün çoxsaylı imkanlar yaradırdı. Həm də bu zamanda valideynlər də bir-birləri ilə əlaqə saxlayırdılar. Valdorf nəzəriyyəsinin üstünlüyü uşaqların erkən ixtisaslaşma əvəzinə öyrənmə prosesində sevinc tapmaq idi. Sırf yəni uşaqların özümüzə aid hesab edirəm. Yəni məktəbə qədər dövrə aid hesab edirəm. Sırf uşaqların əyləncəsinə köklənirdilər. Aydındır? Uşaqların əylənə biləcəyi bir mühit yaradırdılar. Valdorf tədris proqramı bütün uşaqlara nəzərə alan təhsil prinsiplərinə əsaslanan çevik bir pedaqoji təlimatlar uşağın inkişafının müxtəlif mərhələlərinə uyğun işləmək üçün yaradılmışdı. Sonra biraz da bir nədən bəhs edək. Valdorf yanaşmasının əsas prinsipləri də var idi ki, məsəl üçün insanın inkişaf mərhələlərinə uyğun təlim sistemi quruldu. 0-7 yaş dönəmi sensor və fiziki inkişaf dönəmi hesab olunurdu. Bu dönəmdə oyun, təbiət, hərəkət əsaslı fəaliyyətlər götürülürdü. 7-14 yaşda isə emosional və sosial inkişaf dövrü adlanırdı. Təsəvvür gücü, sənət, hekayələr daha çox önəm verilirdi bu yaş dönəmində. Daha sonra sonuncu mərhələmiz 14-18 yaş və yaxud da Pilus yaş olaraq götürülür. Düşüncə və məntiqin inkişaf dönəmi adlanırdı. Təbiətlə ritmlə bağlı idi. Tədris prosesində mövsümi ritmlər, bayramlar və təbiətin müşahidəsi əsas yer tuturdu. Dəyərlər əsaslanırdı. Çünki bayaq da dediyim kimi xalq folklorundan, belə deyim də, öz milli də, yəni hər bir dövlətin özünün milli folkloru var. Buna üstünlük verilirdi. Bu, məsəl üçün bizim folklorumuzda nələr var? Tıq-tıq xanım var. Uşaqlara bu tipli keçmişdə əks olunan nağılları, hekayələri danışmaq idi. Hər dövlətin özünün folkloru var və ona uyğun olaraq da uşaqlara hekayələr danışılırdı. Bu bizim oldu müəllimlər son olaraq Rudolf Steinerin Valdorf yanaşması olan, ya Valdorf pedaqoji yanaşması olan dərsimiz. Bura qədər qaranlıq qalan bu şəxs gördüyünüz kimi Rudolf Steiner adlanırdı və Valdorf nəzəriyyəsini tərtib edən şəxs hesab olunurdu. Bura qədər qaranlıq qaldığınız bir mövzu varsa, buyurun ünvanlayın. Keçək o birisi dərsimizə. Ay müəllimə, mən o yaş dövrlərini izah elədiniz, onu tam başa düşmədim. Yaş dövrlərini izah etdim. Sözün açığı, belə deyək də müəllimlər, 0-7 yaş dönəmi, təkrar edirəm. Əgər qeyd götürmək istəyənlər varsa, qeyd götürə bilərlər. 0-7 yaş dönəmi sensor və fiziki inkişaf dönəmidir. Nə deməkdir? Ətraf aləmi, bu bütün nəzəriyyəçilər də əslində belədir. Ətraf aləmi hiss orqanları vasitəsilə dərk edirlər, anlayırlar. Oyundur, təbiətdir, hərəkətdir, hərəki əsaslarla fəaliyyətlər göstərirlər ki, çox zaman belə deyək, böyük və kiçik dayaq hərəkətlərini inkişaf etdirən formasındadır. Belə də deyim. 7-14 yaş arası biz bayaq dedik ki, belə deyək, 3 yaşından 18 yaşına qədər uşaqları əhatə edir də. Yəni biz 18 yaşa qədər olan uşaqlar, uşaq deməyək də, artıq gənc yaşdır. Bunlara bəhs etmişdik. 7-14 yaş isə emosional və sosial inkişaf idi. Özünü tanımadan bir də biz burada bəhs edə bilərik. Bir də ki, sosial əlaqələrdən bəhs edə bilərik. 7-14 yaş həm özünü tanıma dövrüdür, həm də qarşıdakı insanla dialoq qurmaq, əlaqə qurmaq, sosiallıq qurmaq dövrüdür. Aydındır? 14-18 və plus yaşdan bəhs edirik burada. Düşüncə və məntiqin inkişafıdır. Artıq zehni olaraq, koqnitiv olaraq məntiqin inkişafından burada bəhs edə bilərik. Fəlsəfi düşüncələr ola bilər, analitik düşüncələr ola bilər, analitik təlim ola bilər. Bunlardan bəhs edilir. Başa düşdünüz Gülxar müəllimə? Qeyd götürə bildiniz? Bəli müəllimə, çox sağ olun, təşəkkür Sağ olun edirəm. əzizim. İndi isə digər nəzəriyyəmizdə bəhs edəcəm. Birinci niyə bunu keçdim? Çünki bu nəzəriyyə ilə birazdan keçəcəyim Friedrich Froebel nəzəriyyəsinin
Bir sürü oxşar və fərqli xüsusiyyətləri var. İstədim ki, birinci bu nəzəriyyəmizi keçək, sonra digər nəzəriyyəmizdən danışacağıq. Lap yaxşı. Deməli, bir daha ekranımızı açaq. Bir saniyə. Görürsüz müəllimlər hal-hazırda ekranımızı yenə? Müəllimə, Buyurun. müəllimə bağışlayın, sözünüzü kəsdirəm. Bu Valdorf nəzəriyyəsi nəyə əsaslanır? Sosial konstruktivizmdir, yoxsa Sosial koqnitivdir? konstruktivizmdir müəllimə. Yadınızda Aha, qalsın. Siz bilirəm ki, nəyə görə deyirsiniz. Məsəl üçün Piaget olsun, aha, Montessori olsun, koqnitiv konstruktiv. müqayisə. Amma Aha, bu belə deyək, Valdorf nəzəriyyəsi belə deyim, Vygotsky nəzəriyyəsi ilə bir gedir. çox sağ olun. Sağ olun əziz. Çox gözəl bir sual idi. Sualınız üçün çox sağ olun. İndi isə biz məktəbəqədər təhsilin ilkin inkişaf mərhələsi nəzəriyyəsi. Nəzəriyyəmizin əslində adı budur. Məktəbəqədər təhsilin ilkin inkişaf mərhələsi. Friedrich Froebel nəzəriyyəsindən biz bəhs edəcəyik. Deməli müəllimlər, amma bu nəzəriyyə müəllimlər koqnitiv konstruktiv nəzəriyyədir. Yadınızda saxlayın. Çünki bu bir çox hallarda Montessori ilə əlaqəlidir və Montessori özü də koqnitiv konstruktiv nəzəriyyə olduğuna görə biz bu nəzəriyyəni ona aid edə bilərik. Bunu da nəzərinizə çatdırım. Sual versiniz əgər ağlınızda sual qalmasın. Deməli müəllimlər, Friedrich Froebel kimdir? Birinci olaraq bundan bəhs edək, bu şəxsdən bəhs edək. Friedrich Froebel məktəbəqədər təhsil sisteminin əsasını qoyan görkəmli alman pedaqoq və nəzəriyyəçidir. 1982-1952-ci ildə artıq yaşamışdır. O ilk uşaq bağçalarının yaradıcısı hesab olunur. Çox gözəl bir zatdır əslində bu şəxs. Niyə? Çünki hal-hazırda bizim işlədiyimiz və yaxud da işləmək istədiyimiz bağça sisteminin quran banisi hesab olunur. Bağça anlayışı hardan gəlib, kim tərəfindən gəlinib deyilsə, bilin ki, bu şəxs tərəfindən gəlinib. Nəyə görə olduğunu birazdan slayd keçdikcə daha yaxşı öyrənəcəksiniz inşallah. Frebelə qədər bir sıra uşaq evləri fəaliyyət göstərsə də, təlim və tərbiyə ocağı kimi ilk o öz sözünü demişdi. Yəni yenə də deyirəm, bura qədər uşaqları qoyduqları yer ola bilər, uşaqların başı qarışsın. Yəni digər nəzəriyyəçilərdən də onsuz da bilirsiniz. Bundan əvvəl yaradan da ola bilər. Amma ki müəllimlər, bu şəxs sırf təlim-tərbiyə ocağı kimi istifadə edirdi bağçalar, aydındır? O əsasən uşaqların təbii qabiliyyətinin inkişafına çox önəm verirdi və burada birbaşa uşağın şəxsiyyət kimi formalaşmasına təsir edirdi. Buna oxşar olaraq Froebel nəzəriyyəsi bu baxımdan Montessori pedaqoji yanaşmasına bir saniyə buranı açım. Burada oxşar xüsusiyyətlərindən mən bəhs etmişəm Maria Montessori'nin nəzəriyyəsində. Nə dedik? Buna oxşar olaraq da Froebel nəzəriyyəsi bu baxımdan Montessori pedaqoji yanaşmasına oxşarlıqlar göstərirdi. Hər iki yanaşma uşaq şəxsiyyətinin formalaşmasına təsir edirdi. Burada göstərilir. Hər ikisi də uşaq təlimin mərkəzi hesab edildi. Həm Montessori yanaşmasında, həm Froebel yanaşmasında. Hər ikisi də uşağın sərbəst fəaliyyətinə və müstəqilliyinə önəm verirdilər. Oyun və praktik fəaliyyətin öyrənmədə vacib olduğunu düşünürdülər. Didaktik materiallar cəhətdən indi biz birazdan daha çox yer verəcəyik bu söhbətə. Uşağın yaş və inkişaf xüsusiyyətlərini nəzərə alırdılar hər ikisi də. Müəllimi rəhbər və istiqamətlendirici kimi qəbul edirdi hər ikisi də. Təlim mühitinin uşağa uyğun təşkilinə əhəmiyyət verirdi. Sensor inkişafı və ətraf mühiti tanımanı vacib sayırdı hər biri. Sonuncu olaraq da uşağın yaradıcılıq və düşünmə qabiliyyətinin inkişafını dəstəkləyirdi hər biri. Bu oldu hər birinin oxşar xüsusiyyətləri. Yəni yenə də deyirəm, ən çox nəzəriyyələrdən Montessori nəzəriyyəsinə çox oxşuyur. Froebel nəzəriyyəsinin maraqlı tərəflərindən biri də odur ki, Friedrich Froebel uşaqların müəllimlə bir çiçəyə bənzədirdi, əzizlərim. Bir saniyə gətirin bura. Çiçəyin qayğı və sevgi ilə böyüməsi kimi uşağın da böyüməsi qayğı və sevgidən keçirdi. O belə düşünürdü və buna görə də çiçəklə əlaqədar olduğuna görə uşaq bağçası adı verilirdi. Görürsüz nə gözəl. Çox gözəl bir düşüncədir burada. Niyə? Çünki uşağı bir çiçəyə bənzədirdi. Onunla necə qayğı ilə, sevgi ilə, necə ki biz çiçəyi suluyuruq, günün altına qoyuruq ki, o belə deyim, qidalansın. Eyni qaydada uşağı da zərif bir çiçəyə bənzədirdi. Və buna görə də bağça anlayışı, bağça termini Friedrich Froebeldən yaranırdı. Necə ki, uşağın inkişafında evdə valideynin rolu böyük olduğu kimi, həmçinin də bağça mühitində tərbiyəçinin rolu əvəzsiz hesab olunurdu.
Tərbiyəçinin vəzifəsi bağçada uşaqların hərtərəfli inkişafına şərait yaratmaq, uşaqlara qayğı göstərmək idi. O məktəbəqədər uşaq bağçasının əsasını 1839-cu ildə Almaniyanın Blenburq şəhərində qoymuşdu. Belə deyək, uşaqlarla həm fiziki cəhətdən müəllimlər, həm də ki, mənəvi cəhətdən təkan verirdi. Freybel müəllimlər, orada çalışan müəllimləri isə baxın, burada da çox maraqlı bir fakt var ki, bağban adlandırırdı. Nə adlandırırdı? Bağban adlandırırdı. Uşaqları çaya bənzədirdi, təhsil müəssisəsini bağça adlandırırdı. Elə bil ki, bizə tərbiyəçi deyilmirdi, bizə bağban deyilirmiş kimi. Orada işləyən tərbiyəçi müəllimlər isə bağban adlandırırdı. Yəni bu anlayışları maraqlı olaraq yadınızda saxlamaq istəyirəm ki, hər hansısa bir testdə, test sualında və yaxud da müsahibə mərhələmiz olacaq inşallah ki, test imtahan mərhələsindən sonra müsahibə mərhələsində sizə sual ünvanlana bilər bu şəkildə. Yadınızda saxlayın. Məktəbəqədər təhsil müəssisələri ailələri əvəz etmək üçün deyildi, əzizlərim. Daha çox analara kömək məqsədi daşıyırdı. Freybel daha çox diqqət edirdi ki, fəaliyyətin stimullaşdırılmasına. Burada həvəsləndirməkdən bəhs edəcəyik. Fəaliyyətin stimullaşdırılması adından da bəlli olduğu kimi stimul. Yəni uşaqları həvəsləndirmək, onlarda inam yaratmaq, onlara düzgün şəkildə rəy bildirmək, bir növ həvəslərini qırmamaq idi və daha çox uşaqlarla maarifləndirici söhbətlərin aparılması da böyük rol oynayırdı. Freybel daha çox oyunlarda, baxın indi isə çox önəmli bir yerə gəlib çıxırıq. Çünki nəzəriyyəmizin qırılan hissəsindən danışacağıq burada. Çox önəmli bir yerdə diqqətlə qulaq asırsınız. Hər bir xırda detalını inşallah sizə bildirəcəm. Freybel daha çox oyunlarda didaktik materialların üstünlüyünə önəm verirdi. Ən çox belə deyə bilərdim, Montessori nəzəriyyəsində də olduğu kimi. Çünki görürsüz ki, didaktik materiallar deyəndə, didaktik oyuncaqlar deyəndə birinci olaraq bizim ağlımıza Montessori nəzəriyyəsi gəlirdi. Çünki orada rəngarəngli idi, taxta materialları ilə oyundur, uşaqların anlaq səviyyəsinə uyğunlaşdıran oyunlardır. Biz Montessori nəzəriyyəmizi də keçmişik. İndi isə Freybel nəzəriyyəsində bunu demək istəyirəm ki, ona uyğun olaraq, hətta burada daha çox, daha ətraflı, daha belə deyək, diqqətə layiq nöqtələrlə olan oyuncaqlardan bəhs ediləcək. Yadınızda saxlayın. Burada da ekranı da sizə yaxınlaşdıracağam. Qeyd götürmək istəyirsinizsə ekrandakı qeydi götürə bilərsiniz. Freybel daha çox oyunlarda dediyimiz kimi didaktik materiallara üstünlük verdi və bu didaktik materiallar Montessori ilə Freybel arasında oxşarlıq olduğunu bir daha göstərirdi. O bir sıra alim və pedaqoqların düşüncələrinə istinad edirdi ki, bunlar arasında da məhz Rus pedaqoqu Kaminski də var idi. Freybel öz didaktik materiallarını, əzizlərim, Freybel hədiyyələri adlanırdı. Hədiyyələr bəhsi də deyilir. Baxın, bu nəzəriyyənin bir digər adı da hədiyyələr bəhsidir. Hədiyyə anlayışı harda varsa, bir sözlə Freybel nəzəriyyəsindən biz orada bəhs edə bilərik. Deməli, əziz müəllimlərim, burada belə deyək, müxtəlif hədiyyələr var. Bu hədiyyələrin adları var, ekranda da görürsünüz. Məsəl üçün, müxtəlif rəngli ölçülü saplar. İstəyirsiniz bu şəkillərə biraz yaxınlaşdırım, siz də diqqətlə baxa biləsiniz. Bir saniyə. Üzr sayın, biraz vaxtınızı alacağam. Aşağıda gətirəcəm, baxarıq. Deməli müəllimlər, burada nələr var? Müxtəlif rəngli ölçülü saplar, yəni müxtəlif rənglərdə olar. Baxın, burada göstərilib. Daha sonra bütün rənglərdən olan trikotaj toplar. Nəyə görə olduğunu da indi izahını verəcəm sizə. Yəni bunlar nəyə görə istifadə olunur? Bunların uşaqların inkişaf dinamikasında nə kimi müsbət xüsusiyyətləri var? Nə deyir? Deyir ki, bütün rənglərdən olan trikotaj toplar. Baxın, buradakı göstərdiyim, yəqin ki, mouse göstərir. Burada göstərilən trikotaj toplardır. Bütün formasındadır və eyni rəngdədir. Görürsüz? Yəni burada başqa bir rəng yoxdur. Yumşaq materiallıdır. Daha çox yun formasında aparılır. Sonra kublardır. Burada görürsüz, kublardır. Daha sonra silindirlərdir. Silindirlərimiz hardadır? Baxın, silindirlərimiz bu hissədədir. Burada daha çox diqqətə göstərilir. Silindirlərdir. Daha sonra aplikasiya üçün kağız zolaqlarıdır. Burada kağız zolaqlarımız varmı müəllimlər? Burada baxın, kağız zolaqlarından bəhs olunur. Daha sonra toxuculuq məsələləridir. Toxuculuq məsələləri də deyəndə nəyi nəzərdə tuta bilərik? Plastikdən tığ ola bilər, yəni toxuma işi üçün və yaxud da ip ola bilər, bayaq da dediyimiz kimi.
Toxuculuq məsələlərini daha çox müəllimlər həndəsi fiqurları adlandırmaqdan ötürü də istifadə olunurlar. Orada da gördüyünüz kimi. Sonra 8 kuba bölünmüş bir kubdan da bəhs olunur. Baxın, burada 8 kuba bölünmüş kubumuz olmalıdır səhv etmirəmsə. Baxın burada və digər oyuncaqlar var burada. Bunlar da Freber nəzəriyyəsinə aid hesab olunur. Burada da həmin şəkillərdir. Yəni burada da çox da fərqli yoxdur, amma daha yaxından olduğuna görə qoymuşam mən bunu. İndi isə hər birini, hədiyyələr bəhsinin hər bir xırda detalına inşallah girək. Birinci hədiyyəmiz nədir? Birinci hədiyyəmiz ondan ibarətdir ki, müəllimlər. Burada da görünür hətta birinci hədiyyəmiz. Bir saniyə göstərək. Niyə getmir, yaxınlaşmır? Aha. Birinci hədiyyəmiz. Burada da gift olaraq, hədiyyə gift olaraq adlanır, yəni nəzərinizə çatdırım. Birinci hədiyyəmiz rəngli toplardır. Hissələrə bölünmədən, bayaq da dediyim kimi, rəngli olan trikotaj toplardır bu toplar. Ona görə belədir ki, müəllimlər, uşaqlarda bütövlük anlayışını formalaşdırır. Kiçik qruplardan verilir bu toplar. Yəni bütöv, tam anlayışını, bütöv anlayışını, kiçik və böyük motorikanın da inkişafına kömək edən bu oyuncaqlar uşaqlara öyrədirlər. Birinci hədiyyəmiz məhz budur. İkinci hədiyyəmiz kürələr, kublar və silindirlərdir. Burada da görürsüz müəllimlər. İkinci hədiyyəmiz kürələr, kublar və silindirlər. Bəs bu nəyə görədir? 6 ayından sonra uşaqlara verilə bilən bir oyuncaqdır bunlar. Göründüyü kimi bu əşyalar bir-birlərinə ziddirlər, bir-birlərinə bənzəmirlər. Uşaq əşyalar arasındakı ziddiyyəti qavramağa başlayır. Kürə ovucunun içində məsəl üçün fırlanır, amma kub yerindəcə qalır. İkisi bir-birinə ziddiyyət təşkil edir. Yəni əlimizi alan zaman bunların ziddiyyətini uşaqlara öyrədə bilərik. Məhz bu ziddiyyəti öyrənməkdən ötürü ikinci hədiyyəmiz, hədiyyələr bəhsimizdə ikinci hədiyyəmiz ön plana çıxır. Daha sonra üçüncü hədiyyəmiz kubiklərdir. Burada da görürsüz kubiklərdir. Uşaqlara yeni bilik vermək məqsədi ilə verilir. Bu hədiyyə mərhələsinə aiddir. Əşyanın xarici forması, yumşaqlığı, rəngliliyi uşaqlarda təhlil etmə bacarığı formalaşdırır. Məsəl üçün, uşaq hansısa əşyanı yerə vura bilər. O an bunu aqressiyaya yormamaq lazımdır. Düzgün hesab olunmur. Çünki aqressiyaya tam yormamaq lazımdır. Niyə? Çünki bəlkə də uşaq əşyanı həmin an o əşyanı təhlil edə bilər. Bu hal daha çox kiçik yaşlı uşaqlarda özünü göstərir. Bəzən ola bilər, özünüzün uşağınız da ola bilər. Müşahidə edən zaman görürsüz ki, uşaq əşyanı bərk-bərk yerə döyür. Bərk-bərk yerə döyür. İstəyir ki, belə deyək, içindən nəsə tökülsün. Bu onu kəşf etdiyi mənasını verir. Hər zaman aqressiyaya yormamaq lazımdır. Məhz bu üçüncü hədiyyəmiz olan kubiklər də bu mənanı verir. Uşaq yerə çırpan zaman bu kubik qutusunu, onun içərisindən xüsusiyyətlər tökülür. Belə deyim, kubiklər tökülən zaman onu daha çox kəşf etmək mənasını verir. Dördüncü hədiyyəmiz isə hardadır? Dördüncü hədiyyəmiz baxın burdadır. Dördüncü hədiyyə 8 hissəyə bölünmüş kərpic adlanır. Uşaqlar bu hədiyyədən daha çox görürsüz enli, uzun, güdək, qısa, dörd bucaqlı, düz bucaqlı kimi anlayışları öyrənirlər. Çox gözəl hədiyyələr bəhsidir. Hədiyyələr anlayışı çox maraqlıdır. 5-ci hədiyyəmiz isə müəllimlər 27 hissəyə bölünmüş kubiklərdir. 5-ci hədiyyəmiz budur. 27 hissəyə bölünmüş kubiklər. Burada uşaqlar 300-ə qədər fiqur düzəltməyi öyrənirlər. 300 formada fiqur düzəldirlər. Məsəl üçün gül düzəldirlər, ağac düzəldirlər, ev düzəldirlər, daha sonra qaraj düzəldirlər. Fərqi yox. Üzr istəyirəm, qaraj deməyək də, daha çox yerdə, yer boyutunda verilir bu hədiyyələr. 6-cı hədiyyəmiz isə 27 hissəyə bölünmüş kərpicdir. Yəni baxın, burada 27 hissəyə bölünmüş kərpic ola bilər. Məhz bu kərpiclərdən də uşaqlar daha çox tikinti materialları zamanı istifadə edir. Ona görə nəyə görə bayaq sözümü düzəliş verdim? Çünki tikinti materialları qurmaq, ev qurmaq daha çox 6-cı hədiyyəmizə aiddir. Burada daha çox hədiyyələrimiz var. 7-ci hədiyyəmiz var, 8, 9, 10. Daha çox hədiyyələrimiz var. O hədiyyələr daha çox bizə aid hesab olunmur. Bizə lazım olan xüsusiyyətlərini indi hər birini sizə vurğuladım. Şəkildə də var, diqqətlə baxaraq da öyrənə bilərsiniz. Uşaq oyun oynadığı zaman, belə deyək, fiziki hərəkətləri edir. Üzr istəyirəm. Fiziki cəhətdən inkişaf edir. Amma nəzəriyyədə vurğulanır ki, kimin nəsə sualı varsa, zəhmət olmasa sonda ünvanlayaq. Qoy dərsimizi davam edək müəllimlər.
Amma nəzəriyyədə vurğulanır ki, əziz müəllimlərim, uşaq oyun oynadığı zaman yalnız fiziki inkişafına baxmaq lazım deyil. Bu zaman mənəvi inkişaf da ön planda olmalıdır. Yəni fiziki inkişaf etdiyi kimi böyük və kiçik motorikanın da hərəkət etmək lazımdır. Əqli, intellektual cəhətdən tərbiyəçi uşaqların inkişafına şərait yaratmalıdır. Ekranınızı qaytaraq arxaya. Hı. Burada qalsın. Uşağın mənəvi aləminə nüfuz etmək tərbiyəçinin necə məharətli olmasından asılıdır. Yəni bir növ öyrədənin təcrübəli olub-olmaması da burada böyük rol oynayır. Uşaq ağlayanda ağlamağı bacarmalıdır, güləndə gülməyi bacarmalıdır, kədərlənəndə kədərlənməyi, sevinəndə sevinmək lazımdır. Bir növ sanki uşağa ayaq uydurmaq lazımdır. Uşaqların öz dünyalarını, zövqünə, maraq və istəklərinə uyğun olaraq oyunlar təşkil etmək lazımdır. Ona görə uşaq yönümlü bir nəzəriyyədir bu nəzəriyyə. Bəhs etdiyimiz kimi Freber texnologiyasında kublar, iplər, silindirlər böyük önəm verir. Mənəviyyatlı insan dünyasına sanki uzanan bir köprü rolu oynayır. Uşaqların idraki təfəkkürünə birbaşa təsir göstərir. Frebel bədii zövq məsələsinə də toxunurdu ki, burada da Waldorf nəzəriyyəsi ilə bənzərlikləri var. Baxın, bayaq ona görə dedim ki, birinci mən Waldorfu danışdım, sonra Frebeli. Çünki Frebel nəzəriyyəsinin içərisində Waldorf nəzəriyyəsindən bəhs olunur ona görə. Hər ikisi uşağın təbii inkişafına önəm verirdi. Bayaq da dediyimiz kimi uşağı təbii aləmdə böyütmək deyirdi. Oyunu uşağın əsas fəaliyyət növü hesab edirdi. Yaradıcılıq və təxəyyülün inkişafı vacib sayılırdı. Musiqi, rəsm və əl işlərinə geniş yer verilirdi. Təlimdə sevgi və emosional mühitin vacibliyi vurğulanırdı. Təbiət də əlaqəli öyrənməni dəstəkləyirdilər. Müəllim istiqamətverici və nümunəvi bir şəxs obrazında idi. Uşağın fərdi xüsusiyyətlərini nəzərə alırdı da, hər iki nəzəriyyədən söhbət gedir burada. Erkən uşaqlıq dövrünün inkişafı üçün çox vacib olduğunu da düşünürdülər. Praktik fəaliyyət və təcrübə yolu ilə də öyrənməyə üstünlük verirdilər. Bu xüsusiyyət ekran görüntüsündə ala bilərsiniz. İstəsəniz də mən qruplara ataram, baxarsınız. Fərqi yoxdur. Hər iki nəzəriyyənin oxşar xüsusiyyətləridir və daha oxşar xüsusiyyəsi, əsas oxşar xüsusiyyətlər də qiraət anlayışıdır. Qiraət Friedrich Froebel nəzəriyyəsinin açar sözüdür. Harda qiraət sözünü görsəniz, bilin ki, bu nəzəriyyənin açar sözüdür. Froebel bədii zövq məsələsinə də toxunmuşdu ki, burada Waldorf nəzəriyyəsi ilə də bənzərlikləri var. Rəsm, applikasiya, musiqi, şeir əzbərləmə və qiraət bacarıqlarına xüsusi önəm verilirdi. Bayaq dediyim kimi, müəllim Waldorf nəzəriyyəsində başına toplayırdı uşaqları, nağıl danışırdı, xalq folklorundan ola bilərdi və yaxud da uşaqlara şeir danışırdı, hekayə danışırdı. Burada bundan bəhs olunur. Aydındır, ən çox oxşar bənzərliklərindən biri budur. Froebel nəzəriyyəsində də bayaq dediyim kimi yenə də hədiyyələr bəhsi adlandırılırdı. Uşaqların təlim-tərbiyə işlərində böyük təkan verirdi və burada şeirlər, mahnılar pedaqoqlar tərəfindən irəli sürülürdü. Daha çox uşaqlara hörmətlə yanaşılmağa önəm verilirdi. Nəzəriyyələrdən vacib məsələlərdən biri də uşaqların milli ruhuna baxın, milli kimlikdə, folklor anlayışından Froebel nəzəriyyəsinin açar sözüdür. Milli adət-ənənələrinə, xalq folkloruna istinad edilməsi idi. Froebel vurğulayırdı ki, uşaqlar adət-ənənələrlə bağlı ruhda tərbiyə edilsinlər. Baxın, hansı nəzəriyyədə soruşulsa ki, uşaq adət-ənənələrlə bağlı olsun, xalq folkloruna bağlı olsun. Xalq folkloru da nə idi? Məsəl üçün bizim folklorumuz nədir? Buta. Buta bizim folklorumuza aiddir. Və yaxud muğam özü bizim folklorumuza aiddir. Daha sonra tar, kamança bizim folklorumuza aiddir. Misal olaraq deyirəm, Azərbaycan himni bizim öz folklorumuza aid bir nümunədir. Azərbaycan xalçaçılığı bizim folklorumuza aid bir nümunədir. Yəni demək istədiyim ondan ibarətdir ki, folklor bütün xalqlara məxsus bir şeydir və hər bir xalqın özünə məxsus folkloru var. Və sırf Azərbaycan adət-ənənələrində biz böyütdüyümüzə görə biz xalq folkloruna, öz xalqımızın folkloruna xidmət etmiş oluruq. Daha sonra nədən bəhs etmək istəyirəm? Froebel vurğulayırdı ki, uşaqlar dediyimiz kimi ənənələrə bağlı ruhda tərbiyə edilsinlər. Onu da vurğulayırdı ki, daha çox xüsusi meydançalar olsun. Baxın, xüsusi meydançalar anlayışı da bu nəzəriyyənin açar sözüdür. Və uşaqlar onun nemətlərindən geniş formada bəhrələnsinlər.
Həmçinin uşaqlar fiziki cəhətdən inkişaf etməsinə, mənəvi aləmin inkişafına da böyük təkan verirdi. Daha sonra o əbədiyə də böyük önəm verirdi. Daha çox xalqın, ölkənin əbədi dəyərlərinə, inanclarına və s. də xidmət edirdi. Bizim əbədi dəyərlərimiz, inanclarımız nə ola bilər? Məsəl üçün şəhidlərimizə hörmət ola bilər, uşaqlara bunu aşlaya bilərik. Məhz bunu da inteqrasiya edə bilərik Frebel nəzəriyyəsinə. Ümumiyyətlə milli bəşəri hisslərlə bağlı hər bir şeyi biz bu nəzəriyyənin içərisinə aid hesab edə bilərik. Sonuncu olaraq bundan bəhs etmək istəyirəm. Tərbiyəçinin əsas məqsədi valideyn və uşaqlarla sıx əməkdaşlıq etmək idi, bir yerdə vəhdət göstərməsi nəzərdə tutulurdu. Müasir dövrlə əlaqədar olaraq yenilikləri hər zaman qüvvədə saxlayırdı. Baxın, burada bir şey var. Bayaq Frebel nəzəriyyəsi ilə Waldorfun oxşar xüsusiyyətlərindən bəhs etmişdik. Amma indi isə Frebellə Waldorfun oxşar olmayan xüsusiyyəti ondan ibarətdir ki, Frebel nəzəriyyəsində müasir dövrlə ayaqlaşırdı. Yeniliklər hər zaman qüvvədə saxlayırdı. Frebelin yaratdığı uşaq bağçalarında müasir tələblərə hər zaman ayaqlaşma var idi. Gördünüz müəllimlər? Amma orada hər zaman ənənəvi sistemlə gedilirdi Waldorf nəzəriyyəsində. Uşaqlar təbiət qoynunda böyüsün deyirdilər. Uşaqlar texnologiyanın verdiyi mənfi xüsusiyyətlərdən uzaq böyüsünlər deyilirdi. Aydındır əzizlərim? Baxın, bu da bunun mənfi xüsusiyyətidir. Nə vaxtsa sizin qarşınıza çıxa bilər. Frebel bağçalarının yaş bölgüsündən bəhs etmək istəyirəm sonuncu olaraq. Körpəlik dövrü 2-3 yaşı əhatə edirdi. Məktəbəqədər dövr 3-7 yaşı əhatə edirdi. Erkən yaş dönəmi 7-10 yaşı əhatə edirdi. Yeniyetməlik dövrü isə 11-15 yaş əhatə edirdi və Frebel bağçalarında 2 yaşdan 15 yaşa qədər də uşaqlar əhatə olunurdu. Dərsimiz əzizlərim bu qədər nə idi? Kimin nəsə sualı varsa buyurub ünvanlaya bilər. Ümidvaram ki, razı qaldınız. Çox sağ olun müəllimə. Çox sağ olun müəllim. Gözəl izahınız üçün çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun əzizlərim. Buyurun, suallarınızı verin. Hansı mövzu ilə bağlı olursa olsun verin və yaxud da başqa bir belə deyim mövzu var. Müəllimə, Can, buyurun. çox sağ olun. Bir daha belə izahınıza görə gözəl izah elədiniz. Bir dənə mənə qaranlıq qalan bir şey oldu. 4-cü hədiyyə hansı qrupu əhatə eləyir? Əslində hədiyyələr deyən zaman bəziləri yaş xüsusiyyətlərinə uyğun olaraq bölünür. Hamısı aydındır. 4-cü hədiyyə bütün yaş qruplarını əhatə edə bilər. Harda yaşı vurğulamışamsa bu ona aiddir. Vurğulamamışamsa hamısını əhatə edə bilər. Çox sağ olun müəllimə. Bir daha təşəkkür edirəm. Sağlam olun. Başqa kimin nəsə sualı varsa buyursun, ünvanlasın. Yəqin ki, imtahan avqust ayında olar. Yəqin kini mən deyə bilmərəm. Mən kiməm ki, yəqin kinin cavabını verim. Bunu hətta Təhsil Naziri özü belə bilmir əzizim. Nə vaxt veriləcək? 20 gün qalmış çərçivə sənədi tapa bilir. 20 gün qalmış qeydiyyatı da aça bilərsiniz. Yəqin ki, MİQ imtahanından danışırsınız. MİQ imtahanının buyurulması gözlənilir, yenə də deyirəm. Çünki çərçivə sənədi təzə-təzə çıxıb, isti-istidir hal-hazırda. Bildiyimiz mövzular da var idi, bilmədiyimiz mövzular da var idi. Bilmədiyimiz mövzuların üstünə gedirik inşallah. Bu yaxınlarda çox sağ olun müəllimə. Bu yaxınlarda inşallah sertifikasiya həm sertifikasiya lazımdır, həm MİQ lazımdır. Fərq yoxdur. Mən heç vaxt ayrı seçkiliyə salmıram. Sertifikasiya hazırlaşan müəllimlər üçün bu yaxınlarda sınaq səhv etmirəmsə və bu sınağın mövzusunu inşallah mən canlı olaraq izahını vermək istəyirəm müəllimlərimə. İnşallah ki, onu da edəcəyik. Bir nə vaxt olacaq? Müəllimə xəbərdar eləyin də bizi qoşuların. Narahat olmayın. Necə ki, indi mən sizə hər birinizi xəbərdar etdimsə, onda da xəbərdar edəcəm. Hər birinizə təşəkkür edirəm. Müəllimə, bugün izah etdiyiniz dərsin testin Testi var. eləməyəcəyik. Testi var, amma mən indi istəmirəm bunu atam. Qrupa da atacam inşallah. Belə deyim, qrupu bağlayacam. Səs yazması ilə, səs çoxluğu ilə hətta testləri atacam. Testlərini narahat olmayın, onu da atacam. Çox sağ olun müəllimə. Siz sağ olun. Deməli müəllimlər, bildiyiniz kimi sertifikasiya imtahanı qarşıdadır. Biraz bundan bəhs etmək istəyirəm. Sonra sizinlə də sağollaşacağıq. Sertifikasiya imtahanına çox müəllim soruşub ki, çərçivə sənədi çıxacaq müəllimə, çıxmamaq ehtimalı var və yaxud da yoxdur. Çərçivə sənədi çıxacaq. Şəxsən mən bunun əminliyini verə bilərəm. Niyə? Çünki sertifikasiya imtahanı ilkdir. İlk olacaq bizim üçün. Nə zaman çıxa bilər çərçivə sənədi? İmtahana 2 ay qalmış da çıxa bilər. İmtahana 15 gün qalmış da çıxa bilər. Çünki
biz belə deyək, keçmişə baxan zaman, keçmiş imtahanlara baxan zaman təhsil sistemimizi tam oturta bilmirik. Nə vaxt edə bilərlər, çərçivə nə vaxt çıxa bilər? Bunu nə zaman edə bilərik müəllimlər? 1-2 il sonra hər şey sistemə oturandan sonra, ardıcıllıq olan zaman, alqoritm belə deyək, tam şəkildə işləyən zaman, bunun tam oturan zaman biz biləcəyik ki, nə vaxt çərçivə sənədi çıxacaq, nə vaxt çıxmayacaq. Ona görə də çərçivə sənədini gözləməyin. Çalışın. Bilirsiniz ki, məsəl üçün 10 dənə mövzu var ki, bu nağd düşəcək. Dəqiqliyi ilə mən sizə əminliklə deyirəm ki, bu imtahanlarda düşəcək. Ən əsası onları öyrənin. Elə mövzu var ki, 3-4 dənə də məsəl üçün iş üsulu, iş formaları mövzusundan minimum 3-4 dənə hər sınaqda iştirak etmişəm. Ay müəllim, biz bilmirik necə eləyək. Hər dəfə Gəlsin. təzəsini çıxarırlar. İndi də çərçivə sənədində əlavələr eləsələr nə Bəli, edəcəyik? edəcəklər. Eləyirlər də. Mən sizə də Səadət, əzizim Səadət müəllimə, mən sizə tövsiyə edirəm. Siz, mən yenə də deyirəm, əmin olduğunuz mövzuları onsuz da öyrənin də, gözləməyin. Gözləməyin ki, orada nə vaxtsa çıxacaq, həmən ondan sonra oturub öyrənəcəm, oturub oxuyacam. Xeyr, siz ona qədər öyrənin, ondan sonra nə yeni çıxsa, siz yenini öyrənərsiniz. Fidan müəllimə, Öyrənirik müəllim, biz də öz üzərimizdə işləyirik, öyrənirik. Əla, çox yaxşı. Bayaq bir müəllimi gördüm, həqiqətən Məhəbbət müəllimi idi də, bilmirəm hal-hazırda burdadır ya yox. Məhəbbət müəlliməni çox alqışlayıram, 60 yaşından yuxarıdır Məhəbbət müəllimə. Mən bilirəm, onunla biraz söhbət aparmışdıq. Və həqiqətən də digər müəllimlərimizə də motivasiya verir ki, mən hazırlaşmışam, niyə də imtahan verməyim? Hər birinizə tövsiyə edirəm. Özünüzdən əminsinizsə, maaş artımı olacaq müəllimlər. 5 il az bir müddət deyil. Maaş artımı ola bilər sizin üçün. Hazırlaşıb verə bilərsiniz. Aytən müəllimə söz istəmişdi. Buyurun Aytən müəllimə. Müəllimə deyirəm, yeni mövzuların çıxma ehtimalı var. Yəni deyirlər, yox, Ola daha bilər. çox təlimçi deyir ki, Ola Ola bilər, demirəm yoxdur. Ola bilər ki, çıxsın. Yəni mən demirəm ki, olmasın. Ola bilər müəllimə. Amma mən yenə də deyim, çünki bu yeni mövzunun sınağını da verdilər, təlimini də keçdilər bir çox regionda. Ola bilər ki, olsun, ola bilmər ki, olmasın. Pərvanə müəllimə Fidan müəllimə, olar bir söz deyim. bir saniyə Pərvanə müəllimə əlini qaldırıb Mətanət müəllimə. Kimin sualı varsa əlini qaldıra bilər. Buyurun. Fidan müəllimə, düz mövzumuza aid olmayan sual Səsiniz çox qırıq-qırıq gəlir. standartlarla alışıyıb bir sualım var deyə bilərəm. Hı. Bax, bu 1, 2, 3 var standartında da var özünə xidmət əməyi. Hı. 3-2-1-də də özünə xidmət. Onların fərqini tuta bilmirəm. Düzdür, 3-2-1-də o başqa əməklər də var, təbiətdə əmək, o bu. Amma 1-2-3-də də var özünə xidmət, geyinib soyunur. Orada da var özünü, yəni səliqə ilə geyinir, soyunur. Onları necə fərqləndirməyə bax. Alt standartlardan deyirsiniz də səhv etmirəm. Bəli, alt standart. Aha. Aha. Heç cürmə onları fərqlən. İkisində də eyni sözlər yaz. Tutaq ki, bax böyük qrupun 1, 2, Bir 3-ündə də var. Mən bunu tapıb Səliqə ilə üstündə işləyək. Olar? Vaxtınız varsa Necə? baxaq. Bir saniyə, mən bunu tapım atım kompüterə. Kompüterdə açım, üstündə işləyək. İndi hal-hazırda o alt standart yaxşı. ağlıma Bax, gəlir. bəzən Mən testlər belə- edəndə baxırsan ki, yazır ki, məsələn, uşaq özü geyindiyi, Özü- soyunduğu, səliqəli Özü qoydu. tək Bir eləyirsə dəfə, bir dəqiqə, xan, bir dəfə 1, 2, 3 çıxır düzgün cavab. Bir dəfə də 3, 2, 1 çıxır. Yəni tərsinə, yəni 1, 2, 3, 3, 2, 1. Neçə yaş aralığını Təsəvvür deyirsiniz edir. müəllimə? Neçə yaş aralığına deyirsiniz? Orta qrupda da var, böyük qrupda da var, Böyük eyni qrupda şey var, standartlarda. Məsəl üçün mən deyirəm 1 2 3 orta qrupda budur ki, sadə özünə xidmət bacarıqlarını, məsəl üçün əllərini özünü yuyur, soyunur, geyinir, fəaliyyətini ardıcıllıqla həyata keçirir. Ay, sağ olun. Bu Bax, indi özünə qabağımda da xidmətdir. orada soyunur, geyinir. Həmin bu sözlər 3, Ha. 2, 1-də də var. Orta Neçədə- qrup üçün də böyük qrupdur. Neçə qrup, neçədə var? 3 neçə dediniz? 3, 2, 1. 3 2 1 bir dəqiqə baxıb sizə Bax, beləcə asan yadda qala bilər. 1, 2, 3 və tərsinə 3, 2, 1. belə deyim, hə, tərsinə də deyirsiniz 1 2 3. Çox yaxşı yadda saxlamısınız Testlər də müəllimə. hə, inanırsınız. Şey deyil, istəyirdim bir kiməsə bu sualı verim ki, testlər eləyəndə Müəllimə. bir dəfə o cavab düz çıxır, bir dəfə bu cavab düz çıxır. Aha. Nasıl? İlki 2-1-də sadə əmək tapşırıqlarını yerinə yetirir. Özünə xidmətdir. Özünə xidməti belə deyək. Əsas özünə Əmək xidmət, aha. əmək bacarığı olaraq götürə bilərik. Özümüzü əmək olaraq nə edə bilərik müəllimə?
əmək olaraq özümüz üçün nə edə bilərik? Məsəl üçün, ayaqqabımızın bağcığını etmək bir əmək fəaliyyətidir və yaxud özümüz üçün stəkan gətirmək, boşqab gətirmək, bu bizim üçün əmək fəaliyyətidir. Cümlə içərisində baxın da, situasiyaya baxın. Məsəl üçün, verə bilər ki, uşaq özü üçün boşqab gətirir, çəngəl gətirir və yaxud bıçaq gətirir. İndi bıçaq demirdi, qaşıq gətirir. Bu Hı. 3-2-1-ə aiddir. Amma 1, 2, Ay, 3 də isə fərqlidir. Ona görə deyirlər ki, əməkdir, üzr istəyirəm, əmək fəaliyyəti olsun, bədii fəaliyyəti olsun, üçüncü standartımıza aiddir, üçüncü məzmun Bəli, onu da aiddir. bilirəm. Bunu ayırmaq lazımdır, aydındır? Əmək Ha, fəaliyyəti ay, var özünə xidmətdə. Müəllimə, əgər orada boşqab, çəngəl gətirirsə, o özünə xidmət olmur axı, o məişət təsərrüfat Xeyr əməyi olur. əzizim, onda. özünə Yox, o gətirirsə, özünə xidmət. Yox, özünə müəllimə, gətirirsə, inanın, məhz geyinib soyunmaq hər ikisində də var. 1, 2, 3-də də var, geyinib soyunur, səliqə ilə qoyur. 3, 2, 1-də də var. Allah eləməsin ki, belə sual imtahanda düşsün. bunu oradan qaldırır. Özünə xidmət vərdişlərini səliqə ilə tez soyunub geyinir, paltarını səliqə ilə Düzdür. dolaba yığır, yatağını səliqəyə salır. Bu 1, 2, 3-ün böyük qrupuna aiddir. İndi Ay, 2, indi 3, 2, 1-də də 3, onu 2, 1-ə oxşar. Əmək baxaq, başqa böyük əməklər qrupuna. var. Baxaq görək də müəllimə. Biri deyir Gün 3-2-1-də doğsun. sadə əmək tapşırıqlarını yerinə yetirir, özünə xidmət, təbiət əməyi, təsərrüfat, məişət əməyi üzrə yerinə yetirir. Bu 3-2-1-in orta qrupuna aiddir. 3-2-1-in böyük qrupunda fərdi qaydada əməyin növləri üzrə özünə xidmət, təbiət əməyi, təsərrüfat, məişət əməyi, müxtəlif əmək bacarıqlarını nümayiş etdirir. 3-2-1 məktəbə hazırlıq qrupunda isə fərdi və kollektiv əməyin növləri üzrə özünə xidmət, təbiət Başa əməyi, düşdüm. əl əməyi, təsərrüfat. Amma Ha. siz dediyiniz paltarını geyindirmək 1-2-3-də var axı, 3-2-1-də yoxdur. 3, 2, 1-də bəs özünə xidmət, geyinib Yəni, soyunmaq. baxın əzizim, orada yoxdur. Müəllimə, Özünə həm də ki, xidmət olduğuna görə. birində həm də böyüklərin köməyi ilə daha Ay, sadə sağ əmək ol. bacarıqlarında Düzdür, böyüklərin orada da köməyi ilə. nəzərə çatmalı. Mən sizə yenə də deyirəm, Yox, alt standartlarını hər birini əzbərləməyimizə ehtiyac yoxdur. Çünki alt standartlar hətta belə deyərəm yüzlərlədir. Onlarla yüzlərlə. Amma fakt özünə xidmət sözü 3, 2, 1-də də vardı. Yenə də deyirəm müəllimə, əməkdən söhbət gedirsə, özümüzə xidmətin əməyindən söhbət gedirsə, bayaq müəllimə ilə bildik ki, Səadət müəllimə müəllimə dedi ki, axı təsərrüfat məişət əməyinə aiddir. Xeyr əzizim, söhbət özümə xidmətdən gedirsə, Yox, mən öz yox. kitabımı özüm gətirirəm. Özünə xidmət daha. Bəli, öz boşqabımı özüm Boş gətirirəmsə. 1, Mənə 2, aiddir. 3-də də hə. Amma yox, Hı, mən yoldaşımın boşqabını aparıramsa, çörək qabısını yığışdırıramsa, stəkanını götürürəmsə, bu təsərrüfat məişət əməyinə aiddir. O təsərrüfat Qarışdırmaq məişət ola olmaz. bilər. Aydın? Amma hər ikisində bu özünə xidmət sözü var da. Bəli, yenə də Müəllimə, deyirəm, çox Müəllimə, xoş müəllimə, olarım. siz qarışdırmayın. Özünə xidmət deyəndə, məsəl üçün, ayaqqabıçının bağcığını bağlaya bilər. Bu 1-2-3-ə aid ola bilər. Kiçik motorikadır. Hə, paltarlarını geyinib soyunmaq Ay, olsun sağ ol. 1, 2, 3. Amma yox, əməkdən bir dərs olmursa, Özünə xidmət nə ola bilər? 3, 2, 1-dəki özünə xidmət. özünə xidmət axı mən dedim ki, boşqabını gətirə Bir də bilər. testdə Elə, geyinib görürsün. soyunmaq yox. Ay, Başa sağ ol. düşdüm. Başa düşdüm. Artıq çünki Öpürəm. fiziki hərəkətlər Öpürəm edir də. sizi. Çox sağ olun. Çox sağ olun. Yox, sağ olun, əzizim, problem yoxdur. Bir qaranlıq məqamı aydınlıq gətirdiysə nə xoş mənə. Təşəkkür. Çox böyük Sağ olun canım. təşəkkür. Sağ olun. Sağ olun. Mətanət Fidan müəllimə, müəllimə. ay can, əliniz bayaqdan qalxıb, buyurun canım. Canın cənnətə qədəsi. Fidan müəllimə, mən eşitdim ki, bu iş üsullarında dəyişikliklər var. Suallar iş üsulunda da ən çox suallar iş üsulunda deyir dəyişikliklər var. Deyir ki, mənə belə bir Onları bu məlumat gün də çatmayıb müəllimə. Əgər yeni bir nəsə dəyişiklik olsa, bu belə deyək də, ümumi metodikada faydalı dəyişiklik varsa. çıxardıblar çərçivə miqlər üçün. Orada dedi əlavə oxu materialları var. Orada deyir ki, suallar, orada suallar iş üsulunda çox dəyişikliklər var. Müəllimə, o mövzu belə deyək də, o mövzu tamamilə başqa bir mövzudur və o mövzunun içərisində olan iş üsullarından bəhs edilir orada. Oxu materialları bilirəm, o sonuncu çıxan çərçivə sənədində yeni dəyişiklik olan bir mövzudur. Bir saniyə. Açıq havada oyunların təşkilidir də, səhv etmirəmsə o PDF-in adı. Sırf açıq havada olan oyunlar zamanı aparılan suallar iş üsuluna aiddir o yeniliklər. Ümumi iş üsuluna aid deyil. Aydındır? Əgər ümumi iş üsuluna aid olsaydı, metodikada yeniliklər eləmək məcburiyyətində idilər. Bir təlimçi vardı müəllimə, o dedi ki, iş üsulunda dəyişikliyi var, suallar iş üsulunda.
Güman ki, belə deyim, bu PDF-ə əsasən deyilib suallar üsulunda olan dəyişikliyi. Amma mən sizə də deyirəm ki, əgər ümumi iş üsullarında mən başa salmaq istəyirəm sizə. Siz deyirsiniz ki, bu sonuncu çıxan oxu materialları, açıq havada oyunların təşkili və metodikası PDF-in içərisində olan suallar iş üsulunda dəyişikliyi var, düzdür? Orada o çərçivə sənədi çıxdı axırıncı səfər miqlər Bildim. üçün. Çərçivə sənədi deməyək də, belə deyək, PDF çıxdı, belə deyim də sizə. Çərçivə sənədində həmin şeylərdir. Mən baxmışam, həmin demək olar ki. Hə. Amma burada iş üsulları ola bilər fərqlidir. Orada olan belə deyək, açıq havada o məşğələ keçən zaman aparılan iş üsulları fərqli ola bilər. Həqiqətən də fərqlidir. Qrup otağında apardığımız iş üsulları ilə açıq havada keçdiyimiz məşğələ eyni ola bilməz axı. Elədir, fərqliliklər belə deyək, ola bilər. Miqlər sertifikasiya. Xeyr müəllimə, Miqlər niyə sertifikasiya imtahanı versin ki? Miq imtahanından keçib 3 illik stajı olan müəllimlər artıq Miq sertifikasiya imtahanına çağırılacaqlar. Sizcə üçün ehtiyac yoxdur. Nə də Allah eləməsin, çox çətin bir imtahandır sertifikasiya imtahanı. Həqiqətən də vahiməli, sizi belə qorxutmaq kimi olmasın, vahiməli bir imtahandır. Ona görə yaxşı hazırlaşmaq lazımdır. Yox, şəxsən mən özümdə istəyirəm. Mənim 3 ilim tamam olmayıb. Belə deyim də, əgər oktyabr ayına qədər olsa mənim 3 ilim tamam olacaq, onda gedə biləcəm. Əgər ondan tez olsa, yox. Çox yaxşı. Onsuz da müəllimlər, mən imtahana gedən kimi, gedən gələn müəllimlərdən hər birindən bir sual toplayıb, nə qədər əlimdə sual varsa sizin qarşınıza çıxardacağam. O sualları inşallah işləyərik vaxtında. Aha. Deməli, belə müəllimlər, sertifikasiya imtahanından da bəhs etdik. Yenə də deyirəm, çox yaxşıdır ki, oktyabr ayına vaxt qoyublar. Oktyabr ayına hələ çox vaxt var. Çalışmaq lazımdır ki, yaxşı hazırlaşın. Yenə də deyirəm, bizim ödənişli qruplarımız da var. İnşallah iyul ayından bu aylarımız dolub, iyul ayından sıfırdan hazırlıq qrupları da açacaq. Plus-dakı sürət qrupları da açacaq. Belə deyək, özünü daha da təkmilləşdirmək istəyən müəllimlər üçün sürət qrupları da yığırıq. Avqust ayı üçün hətta belə deyək ki, artıq dolduruq. İkinci qrupumuzu açmaq istəyirik sürət qrupuna. Kim qoşulmaq istəyirsə, mən Fidan Dünyamazadə. İstər nitqim siz özünüz kimi gördünüz burada, xoşunuza gəldisə və yaxud da xoşunuza gəlməyən bir nüans oldusa, indidən üzrümü istəyim sizdən. Bu qədər. Allah amanında olun. Kim ki, yenə də deyim. Buyurun. Müəllimə, bir dəqiqə axşamınız xeyir olsun. Olarmı bir dəqiqə mən müəllimənin fikrinə öz münasibətimi bildirim? Buyurun, əlbəttə. Niyə də olmasın? O müəllimə əməklə bağlı sual verdi, özünə xidmət əməyi ilə bağlı. Yəni mən belə başa düşürəm ki, müəllimə, orada özünə xidmət əməyi birinci inkişaf sahəsində, yəni fiziki inkişaf sahəsində sırf orada özünə xidmət əməyi orada verilib, deməli, sırf gigiyena vərdişləri ilə əlaqəli olaraq, yəni təmizliklə, gigiyena vərdişləri ilə əlaqəli. Ancaq 3-cü inkişaf sahəsində özünə xidmət əməyi verilib, sırf əmək növü olaraq. Var, bəli. Yəni birinci inkişaf sahəsində müəllimə, orada da var özünə xidmət əməyi. 3-cü inkişaf sahəsi, estetik yaradıcı inkişafda da var özünə xidmət əməyi. 3-cü inkişaf sahəsində, yəni estetikdə sırf əmək növü olaraq verilib. Yəni uşaqlar orada əməyə alışır, özünə xidmət əməyi bacarıqlar. Məsəl üçün yataqlarını yığır, neyinir. Yəni burada əmək növü kimi verilib. Amma birinci inkişaf sahəsində, fiziki inkişafda əmək növü kimi deyil. Sırf gigiyena vərdişləri kimi, nə bilim, yəni bu cür verilib. Həqiqətən də bir baxış bucağı da budur. Bu da düzgün bir baxış bucağıdır. 1.2.3-də gigiyena tərəfdən verib, o da olar. Məsəl üçün, əllərini sabunlayıb yumaqda ola bilər. Bu Bəli, o fiziki inkişafdadır. Yəni, əlini, üzünü sabunla yuyur, dəsmalla silir. Yəni, özünə xidmət əməyi dedikdə, o sırf estetik yaradıcı inkişafda əmək növü kimidir. Ancaq birinci inkişaf sahəsində, fiziki inkişaf sahəsində artıq əmək növü deyil. Orada gigiyenik vərdişlər aşılanır. Düzdür, həqiqətən. Çox sağ olun, çox sağ olun. Allah razı olsun. Sağ olun, müəllimə. Can, çox sağ. Onda bu növbət dedi ki, başqasının qabını zadını götürmək,
O axı növbətçilik zamanı olur çox Olur. zaman, O da düzdür? özünə xidmət deyil o müəllimə. Başqasının Aha, o qabını götürürsə. növbətçilik onda təsərrüfat məişət A- hesab eləyə bilərik. Bəli, Aa, müəllimə, növbətçilik artıq əmək növünə gözəl. aiddir. O estetik yaradıcı inkişafdadır. Ay, Ancaq bu düzdür. sizin dediyiniz kimi birinci inkişaf sahəsinə aid olan yenə dediyim kimi o artıq əmək növü deyil. O sadəcə gigiyena vərdişləridir, nə bilim təmizlikdir, səliqəlidir, yəni bu cür verilib orada. Düzdür. Təşəkkür eləyirəm, çox sağ olun. Siz Sağ sağ olun. olun. Hər müəllimə. birinizə müəllimlər vaxtını Sağ olun. almaq istəmirəm. Çox sağ olun dərsimə qoşulduğunuz üçün. Hər birinizə təşəkkür edirəm bir daha. Siz sağ Bir olun də müəllimə. Çox əlavətən sağ olun. bunu YouTube kanalımıza yükləyəcəyəm inşallah. Kim ki qaçırtdısa və yaxud yarıda kəsmək məcburiyyətində qaldısa, YouTube kanalımızdan izləyə biləcəklər. Testini də söz verirəm ki, indi atacağam qrupa. Çox Bir də sağ olun deyim, müəllimə. rəy Allah verməyi can sağlığı versin unutmayın. sizə. Çox sağ olun müəllimlər. Yenə də ödənişli qruplarımız haqqında da məlumat verdim. Kim qoşulmaq istəsə buyurub qoşula bilər. Qoşulmayan, istəməyənlər də hər zaman ödənişsiz dərslərimiz olacaq bundan sonra inşallah. Allah amanında qalın. Gələn dərs görüşənədək. Sağ olun, sağ olun. Çox sağ olun müəllimə. Allah razı Sağ olun olsun. müəllim, təşəkkür edirəm.